Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə dünya görüşünün əsas hissələrindən biri olan tarixi şəxsiyyətlər hissəsindən danışacağam və xüsusi seçdiyim bir hissə var ki, Azərbaycanlıların 1-ci Dünya müharibəsində iştirakından. Qeyd edim ki, hələ Çar Rusiyası dövründən Ruslar Azərbaycanlıları hərbiyə çağırmırdı və onların hərb sənətinə yiyələnməsini istəmədiyinə görə onların üzərinə hətta hərbi vergi belə qoymuşdu. Azərbaycanlıların 1-ci Dünya müharibəsində iştirakında isə adətən daha çox ali zümrənin nümayəndələrini çağırırdılar ki, onların hər birinin özünə məxsus fərqlənmə xüsusiyyətləri var. Gəlin onlara birlikdə nəzər salaq. Məsələn, Petrogradın toplarla müdafiəsi bu Azərbaycanlıya çatdırılmışdı. Rus artilleriyasının Allah adlandırılır. Söz gedən Azərbaycanlı kimdir? Əlağa Şıxlinski. Lodz əməliyyatında iştirak edib, Visla çayı sahilində döyüşüb, AXC-nin hərbi nazirlərindən biri olub Səməd bəy Mehmandorov. Həmçinin qeyd edirik ki, Rus ordusu tarixində Çarın yeganə müsəlman yavəri idi Hüseyn xan Naxçıvanski. Topoqraf idi, döyüş xəritələri hazırlayırdı İbrahim ağa Vəkilov. Həmçinin ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbov. Bu şəxslərin hər biri 1-ci Dünya müharibəsində fərqlənmiş, şücaət göstərərək, igidlik göstərərək adlarını tarix səhnəsinə salmış şəxslərdir. Növbəti videomuzda inşallah 2-ci Dünya müharibəsində iştirak edən Azərbaycanlılardan danışarıq. Sağ olun, hələlik.